Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyayı vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri. Vahlul uqdeten min lisani yefkahu kavli. اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Aziz, kıymetli kardeşler, hürmetli büyükler, aksakallar, değerli cemaat. Alemlerin Rabbi olan Allah'a sonsuz hamdü senalar olsun. Onun sonuncu peygamberi Muhammed sallallahu aleyhi ve selleme, onun ailesine, sahabelerine, ehli beytine ve kıyamet gününe dek onlara güzel şekilde tabi olanlara Allah'ın salavatı, salamı, hayır duası, bereketi olsun. Hamdolsun uca Allah'a, alemlerin Rabbi olan Allah, bizleri 12 ayın sultanı mübarek Ramazan ayında ibadet edip, onun sevdiği, razı kaldığı işleri görmeye müvaffak edir. Hakikaten de Ramazan ayına yetişip çatmak büyük hoşbəxtlik, büyük bir uğurdur. Allah Nebisi Muhammed sallallahu aleyhi ve sellem Ramazan ayının gelişi münasebetiyle sahabelerin müjdeleyip onları sevindirermiş. Etâkum şehru Ramazanel mübarek. Size mübarek Ramazan ayı geldi. Bu ay cennetin kapılarının hamısının açıldığı aydır. Bu ay cehennemin kapılarının hamısının bağlandığı aydır. Bu ayda şeytanlar bağlanıp zincirlenirler. Allah Teala'nın bu ayın her gecelerinde ve her iftar vaktinde cehennem odundan xilas edip bağışladığı bendeler vardır. Bu ayın her gecesinde bir nefer çağrışçı çağırıp deyir, ey hayır iş görmek isteyen, budur Ramazan ayı, ey şer iş görmek isteyen, özünü sakla, sen Ramazan ayındasın. Salih insanlar 6 ay kabakzadan Allah'a dua edip Allah'tan isteyerlermiş ki Allah'ım bizi Ramazan ayına yetiştir. Ramazan ayından 6 ay sonra da Allah'a dua edip Allah'tan isteyerlermiş ki Allah'ım Ramazan ayında etmiş olduğumuz ibadetleri bizden bağışla. Hem de olsun uca Allah'a, kıymetli kardeşler, bizler Ramazan ayına yetişip çattık. Bu ayda ömür sürüp Allah'a ibadet ettik. Artık bu mübarek ay ile vidalaşıp ondan ayrılmak üzereyiz. 11 ay yolunu gözlediğimiz konak gelip bize çattı. Ama sayılı günlerden ibarettir. Eyyâmen me'dûdât. Uca Allah buyurur. Sayılı günlerden olan bir ay. Artık 4 gün 5 gün kalıp bu mübarek ayın bitmesine. Bu mübarek ay biten zaman Allah Teala bizlere əzəmətli ve faziletli ibadetler koyup. Bu ibadetleri ona göre koyup ki insan bu aydan günahları bağışlanmış halde çıksın. Allah'ın onu Ramazana hidayet edip bu oruçları tam kamil şekilde tutmağına göre şükretsin. Allah'ı uca tutup daima onu uzatsın. Kıymetli kardeşler, bu ibadetlerden biri de bayram tekbirleridir. Bayram tekbirleri söylemek. Allah Teala bu bayram tekbirleri hakkında Kur'an içerisinde böyle buyurur. وَلِتُكْمِلُوا الْعِدَّةَ وَلِتُكَبِّرُوا اللّٰهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ. Müddeti tamamlamağınıza göre ve sizi hidayet etmesine göre Allah'ı uza tutup ona tekbirler deyin. Böylece şükredenlerden olasınız. Tekbirler yani Allah'ı uza tutmak, onun adın zikrin yüksəltmək deməkdir. Bu tekbirleri söylemek alimlerin yetiştir rəyinə göre hem kişilere hem de kadınlara təkid olunmuş sünnədir, müstəhəbdir.
İnsan bunları eden zaman əlavə savab mükafatlar kazanır. Bu tekbirler söylenir Ramazanın sonuncu günü. Güneş battıktan sonra iftar ettiğimiz zamandan ta növbəti gün imam namaz kılmak için bayram namazını namazgaha gelene kadar devam edir. Bu tekbirleri kişiler yüksek sesle söyləyirlər. Evlərində, iş yerlərində, yolla gedib gələrkən, hətta məscidə gəlib bayram namazın gözləyənə qədər. Özləri eşidəcək qədər yüksək səslə söyləyirlər. Amma qadınlar aşağı alçaq səslə. Bu təkbirləri xorla, yəni cemaatla etmək, yaxud da bir nəfər edir, digərləri amin deyir, qulaq asır, xeyr. Hamı bunu özü edir. Bu təkbirlərin söylənilmə qaydası Resul sallallahu aleyhi ve sellem'den ve onun sahabelerinden gelmiştir. Bir rivayette gelir ki Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber ve lillahil hamd. En meşhur rivayetlerden biri de bakın budur. 3 defa Allahu Ekber demek, sonra La ilahe illallah demek, sonra 2 defa Allahu Ekber demek, sonra Allah'a hamd sana etmek. Resul sallallahu aleyhi ve sellem buyurur ki, Allahu Ekber diyen ele bir bende yoktur ki, Allah Teala onun günahlarını bağışlayıp affetmesin ve onu cennetine koymamış olsun. Yani her defa insan bu zikirleri söyledikte daha çok bağışlanmağı olur ve daha çok cennete dahil olması sebep olur. Ona göre bu mübarek ayın sonunda bu emele fikir vereyim. İnşallah ayın 19'u Mart ayının ahırıncı iftarımızı edəcəyik ve ta Mart ayının 20'si seher bayram namazını kılana kadar bu tekbirleri okuyacağız. Ramazan ayının sonunda bizlere meşru olan, bizlere buyurulan fərz əməllər içerisinde fitre zekatını çıkartmak. Her bir Müslüman kişiye ve kadına vacibdir ki 3 kilo öz yaşadığı ölkəsinin erzaq məhsullarından fitre zekatı çıkartsın. Abdullah İbni Ömer'den gelen hadiste buyurur ki Allah Resulü sallallahu aleyhi ve sellem her bir Müslüman kişiye ve kadına erzaq məhsullarından bir sa' yani 4 dolu ovuç, bu da bizim hesaplamayla 2 kilo yarım 3 kilo fitre zekatı çıkartmağı vacib etdi. İster kişi olsun, ister kadın olsun, ister azad olsun, ister köle olsun. Hatta köleye bile vacibdir fitre zekatını çıkartmak. Fitre zekatının çıkarılma vakti 2 vakti vardır. Bir icazeli vakt, bir de fəzilətli üstün vakt. İcazeli vakt bayramdan 1 veya 2 gün qabaq. Bilirsən ki bu gün bayramdır, ondan 1 veya 2 gün qabaq artıq fitre zekatları çıxarılır. İcazeli vaxtdır. Üstün vaxtı isə axırıncı iftarı edib qurtardıqdan sonra bayram axşamı aparıb fitre zekatını vermək. Mütləq ki bayram namazına qədər o kasıblara, ehtiyac sahiblərə çatmalıdır. Bəzən insanlar elə bilir ki, əsas məndən çıxsın. Çatmağı elə də mühüm deyil. Xeyr. Səndən çıxmağı mühüm olduğu kimi onun kasıba çatmağı da mühümdür. Ola bilsin sən bayramdan 1 gün qabaq məhsulu çıxartmasan. Ancaq məhsul o kasıba ehtiyac sahibinə bayramdan sonra çatacaq. Namazdan sonra. O fitrə sayılmır artıq. Mütləq ki namaza qədər ərzaqlar gedib sahiblərin tapsınlar. Fitrə zekatının çoxlu faydaları vardır. En birinci insan Allah'ın ve onun elçisi Muhammed sallallahu aleyhi ve sellemin emri yerine getirir. Allah Teala buyurur: "Kad efleha men tezekka ve zekara isme rabbihi fesalle." Artık hilas oldu. Zekatın veren, Rabbini zikredip hatırladan ve namaz kılan.
Alimler buyururlar ki, zekat veren yani fitre zekatı. Rabbini zikreden yani bayram tekbirlerini söyleyen. Namaz kılan yani bayram namazını kılan. Üçü de bakın ard arda. Evvela fitre zekatı, sonra bayram tekbirleri, sonra bayram namazını kılmak. Artık o mümin hılas oldu. Birinci faydası budur. İkinci faydası, acıların karnı doysun. İhtiyaç sahipleri o aziz günde sevinsin. Resul sallallahu aleyhi ve sellem fitre zekatını ona göre verirdi ki azlar doysunlar. O aziz bayram gününde hamı ile beraber bayramların geçirsinler. Üçüncü faydası, insanın Ramazan ayı boyunca etmiş olduğu günah ve hatalar bağışlanıp əff olsun. Ola bilsin oruculu vaxtı nəsə hatalar eləmişik. Yaxud gecelerinde Ramazan nəsə xatalar eləmişik. Yaxud Kur'an oxuyanda məsələn nəsə xatalar eləmişik. Allah Teala onu o fitre zekatları sebebiyle bağışlayıp əff edir. Fitre zekatı bizim ölkəmizdə hesablanıb təyin olunan ərzaq məhsulları onlardan çıxır. Düyün, makaron, qarabaşaq, mərci, lobya, kişmiş, xurma, un, bu kimi məhsullardan insanların yeyib doyacağı ve bir de onu bir il saxlayanda xarab olmur. Bəli, hem yeyirsən, ondan faydalanırsan, hem de onu bir il saxlayanda o xarab olmur. Halı değişir. Ailenin başçısı özünün ve aile üzvlərinin adından adam başı 3 kilo fitre zekatı çıxardır. Məsələn, ailədə biz 5 nəfərik. Mən də ailənin başçısıyam. Mən hesablayıram 15 kilo, adam başı 3 kilodan fitre zekatımı çıxardıram. Bu mümkündür 15 kilo elə bir məhsuldan bir dəfəyə çıxartmaq, yaxud 6 kilo, 6 kilo, 3 kilo çıxartmaq. 6 kilo bu məhsuldan dügün, 6 kilo bu məhsuldan makaron, 3 kilo da xurma. Yaxud da 3 kilo, 3 kilo, 3 kilo, 3 kilo, 3 kilo, 15 kilo hesablayıb çıxartmaq. Amma o 3 kilonu bölmək olmaz. Yani 1 kilo kişmiş, 1 kilo xurma, 1 kilo mərci, 1 kilo düyü o icazəli değildir. Az evvel okuduğumuz hadis. Resul sallallahu aleyhi ve sellem buyurmuştu ki adam başı 1 sa çıksın. Yani 2,5 3 kilo miktarında. Fitre zekatı möhtərəm cemaat verilir kasıblara, hakiki ihtiyaç sahiplerine. Kasıblara, hakiki ihtiyaç sahiplerine. Eğer bir insanın fitre zekatı çıxartmağa imkanı yoksa, mesela fərz edək ki, mən kasıbam. Mənim fitre zekatı ailədə də 6 nəfərik, 18 kilo çıxarda bilmirəm. Mənim üzərimə vacib deyil. Amma əgər mənə zəkatlar gəlib, fərz eləyək ki, bizim evdə 50 kilo, 60 kilo, 100 kilo fitre toplanıb, mən ondan 6 nəfərik 18 kilo fitre zekatını götürüb çıxarda bilərəm artıq. Artıq mənim boynumda o hak ve vacibdir. Fitre zekatı ana bətnində olan körpənin belə adından çıxarılır. Düzdür, vacib değil, amma nəticədə o sənin övladındır. 5 ay sonra, 4 ay sonra o ailəyə daxil olacaq. Onun adından da vacib değil, amma imkan varsa çıxart. Eynilə 3 kilo. Yaxud da evdə qonaq var. Gəliblər, bir də bayramdan sonra gedəcəklər. Ev sahibi onlar da nəzər alır. Onların da fitre zekatını çıxarır. Odur ki, möhtərəm qardaşlar, değerli aksakallar, böylər, Ramazanın sonunda bakın bu iki əmələ yaxşı fikir verək. Bir fitre zekatı, iki bayram təkbirləri. Allah Teala'nın bizlere buyurduğu kimi قَدْ أَفْلَحَ مَنْ تَزَكَّى وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّى. Zekatın veren, Allah'ı zikredip ona tekbirler diyen ve bayram namazını kılan şəxs artık xilas olun, kurtuldu. Allah Subhanahu ve Teala bizleri eşitip başa düşüp faydalanan ve en güzeline tabi olan kullarından etsin. Bu mübarek Ramazan ayının sonunda Allah Teala bu əzəmətli əməlləri, hələn bundan başka fəzilətli işleri görməyi bize nasip etsin. Ramazandan bizleri bağışlanmış halda çıxartsın. Artık Ramazanın yani bitməyinə 4 ya 5 gün qalıb.
Bugün 24. iftarımızı ettik. Bundan savayı son 5 günümüz kalıb. Resul sallallahu aleyhi ve sellem buyurur ki, bu son 10 gecelerde Qədir gecesi var. Resul sallallahu aleyhi ve sellem buyurur ki, bu son 10 gecelerde, yaxud son 7 gecelerde, yaxud son 5 gecelerde, hansı ki biz o 5 gecelərə yaşayacağıq inşallah, yaxud son 3 gecelerde, yaxud da en sonuncu gecede Qədir gecesi var. Bax, bu son 5 geceləri yaxşı yaşamaq ki, təravih namazları, dualar, istiğfarlar, Allah Teala bizləri bu aydan yaxşı bağışlanmış halda çıxartsın. Ağsaqqalın övladını təbrik edirəm. Ramazandan və Ramazan ayının fəzilətindən danışdıq. Amma həmçinin bu məclis toy məclisidir. Allah Teala qardaşımızı və qardaşımızın övladını xoşbəxt eləsin, əməli salihlərdən etsin. Gələn Ramazan ayı Allah Teala bizləri əqiq məclisi münasibəti ilə toplasın. Elə həm iftarımızı eləyək, həm də əqqimizi yiyək Allahın köməyi ilə. Allah Teala bizi bu Ramazan ayına yetişdirdiği kimi gələn Ramazan ayına da yetiştirsin. Və 2 Ramazan ayının arasında olan günahlarımızı bağışlasın. Ona göre Peygamber sallallahu aleyhi ve sellem deyir ki, Es-salavatul hamsu vel-cumu'atu ila'l-cumu'ati ve umratu ila umrate ve ramadanu ila ramadane mukeffiratun ma beynehunne İzeçtunibetil kebair. 5 vaxt namaz, cümə növbəti cüməyə qədər, ümrə növbəti ümrəyə qədər və Ramazan, gələn Ramazana qədər arada olan günahları əff edib bağışlayır. Bir şərtlə ki, əgər insan böyük günahlar eləməsə. Yəni bu Ramazandan gələn Ramazana qədər Allah Teala insanı bağışlayır, əff edə bilər. Yetər ki, insan günahlardan, xüsusən də böyük günahlardan uzaq durub çəkinsin. Allah Teala hamımızdan razı olsun. Uca Allah her birimizi xeyirlərlə mükafatlandırsın. Ve sallallahu ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ve selleme teslimen kethira ila yevmiddin.